Onların təfsirinə görə Peyğəmbərlikdən belə çıxır ki, onların vəzifəsi apokaliptik qarşıdurmanı başlatmaqdır və buna görə də döyüşçüləri cəlb edərkən onları bu orduya qoşulmaq üçün çağırırlar. Bu ordu Qərb və İslam arasında son qarşıdurmanı başlatmaq məqsədi daşıyır. Onların inancına görə İslam qalib gələcək və sonra bütün dünya onların qaydaları altında idarə olunacaq. Bu isə onların mesiyanik fiquru olan 12-ci imam Məhdi vasitəsilə reallaşacaq. Bunu başa düşmək niyə önəmlidir və gələcək dövlət katibinin bunu bilməsi niyə vacibdir? Çünki bunu anlayanda görürsən ki, bu insanlarla danışıq aparmaq mümkün deyil. Bunlar gələcəyə apokaliptik baxışa sahib şəxslərdir və bu apokalipsi başlatmaqda uğur qazanana qədər dayanmayacaqlar. Qeyd etmək lazımdır ki, bu baxışlar İranın ayətullahı tərəfindən də bölüşülür. Və belə apokaliptik baxışa malik insanlar öz qabiliyyətlərini artırarkən, ISIS nümunəsində olduğu kimi, ya da İran nüvə silahı əldə etməyə çalışarkən başa düşürsən ki, niyə bir çox hallarda diplomatiya və əlaqələr nəticə vermir.